InDesign'da mətnlə iş mövzusunda artıq 2 addım atmışıq. Type tool və karakteri öyrəndik. Gəldik çıxdıq mətni biraz daha kütləvi tənzimləməyə. O da paraqraf. Karakterin əmisi oğlu. Window, type və paraqraf. Baxa görək bizim burada hansı imkanlarımız var. Gəlin bu ailə üzvlərini bu şəkildə birləşdirək. Burada dursun. Bir də məqam da qeyd edeyim. Əgər sizdə bir səbəbdən pəncərələr çox kompakt görünürsə, yəni Adobe sizə bəzən müəyyən pəncərəni daha vacib, belə deyək ki, alətlərdən ibarət, daha vacib imkanlardan ibarət göstərəcək. Yəni əlavə şeyləri çox da praktikada istifadə eləmədiyimiz şeyləri bəzən gizlədəcək. Ona görə həmişə bir pəncərəni açanda baxın görün onun əlavə parametrləri var, yoxsa yoxdur. Əla. Mətn bloku ilə bundan əvvəlki dərsimіздəki mətn blokudur. Girək, baxaq görək paraqrafda hansı tənzimləmələr eləyə bilərik. Burada bəzi dəyişikliklər eləmişdik. Gəlin onları eləyək. Gəlin onları ümumiyyətlə ən yaxşısı hər şeyi yığışdıraq. Təzədən bura bir demo content yerləşdirək. Gözəl. Bizim burada neçə paraqrafımız var? Yəqin ki 1, 2, 3, 4, 5, təxminən 5-6 paraqrafdan ibarətdir. Yəni paraqraf deyəndə mütləq bol mətn olması şərt deyil. Yəni bir cümlə, bir sətr belə paraqraf kimi ola bilər. Məsələn, burada bir sual var. Enter vurulub təzə bir sətrə keçilir. Bu artıq bir paraqrafdır. İndi irəli görəcəksiniz. Yəni fiziki olaraq paraqraf kimi digərlərindən o fərqlənəcək. İlk məsələ mətnin align olunması, tənzimlənməsi. Görürsüz, heç bir dəyişikliyə reaksiya vermir mətn bloku. Niyə? Çünki mətni seçməmişəm. Mətni götürdüm və başlayaq bunlarla stres atmağa. Ümumiyyətlə istənilən bir üzə yəqin ki bu alignment və onun bu ikonkaları, ikonları tanışdır. Yəni ən azından Word-də və ya hətta Instagram-da belə story-də mətn yazarkən sizə bu applicationlar, proqramlar mətni zaman-zaman sağa, sola, ortaya nizamlamağa imkan verir. Yəni həmin şeydir, həmin işi görür bu da. Cari olaraq bizdə left align, yəni sol tərəf bir düz xətt üzrə sıralanıb, sağ tərəf isə bayraq kimi dalğalanır. Əla belə bayraq tərtibatı, bayraq layoutu, konstruksiyası adlanır. Yəni bir tərəf dirəkdədir, digər tərəf isə dalğalıdır. Mərkəzə və sağa align variantlarımız da var. Bir də bunun daha ciddi, daha belə kitablarda xüsusən də rast gəldiyimiz variantı var. Yəni dalğalanma olmasın, ümumiyyətlə mətn bloku hər iki tərəfdən nizamlansın. Yəni bunların hər birinin istifadə yerləri var. Təbii ki bu bizim dizayn dərslərimizin, dizayn təlimimizin mövzusudur. Biz isə burada daha çox InDesign'ın imkanlarına nəzər salırıq, amma yenə də bəzən hansısa nəzəri məqamları nəzərə çatdıraq. Yəni soldan sağa oxuyan auditoriya olduğumuza görə bizdə ən çox üstünlük verdiyimiz seçim left align-dır. Yəni sol tərəf tənzimlənib, sağ tərəf dalğalanıb. Bu daha çox dinamik, xarakterli tərtibata aiddir. Daha sadə, daha klassik tərtibatlar, bu sənədlər ola bilər, bu kitab tərtibatı ola bilər və s. Orada təbii ki justify dediyimiz, yəni hər iki tərəfdən tənzimlənən, düzləşdirilən mətn bloklarını, daha doğrusu alignment formalarını da seçə bilərik. Yəni bu variantlarda üstünlük verilə bilər. Bunun bir mərkəzi olan variantı var. Yəni mətn bloku ümumi halda hər iki tərəfə nizamlanır, ancaq sonuncu sətirlər, yəni tək qalan sətirlər daha doğrusu, onları mərkəzə align edir proqram. Bir də bunun tərsinəsi var, daha doğrusu alternativi. Hər iki tərəfdən görürsüz düzləşdirilib, kütləvi mətnin, paraqrafın bütün sətirləri düzləşdirilib tək qalanlardan başqa. Bir də bunun anormal variantı var, o da ki tək qalan sətr belə justify olunur, yəni birinci söz və sonuncu söz dartılıb yerləşdirilir kənarlara, aralar isə boşluqlarla doldurulur. Bunu unudun getsin, bu lazım deyil. Bizə elə ya sol ya da ki justify bəs edir və bəzən də simmetrik dizayn üçün ortadan da mərkəzi aligndan da istifadə eləmək olar. Keçdik növbəti mərhələyə. Növbəti mərhələ ikonkanın üzərində saxladıq. Left intent, yəni bir paraqrafın bəzən digərlərindən fərqlənsin deyə biraz içəri doğru sürüşməsi lazım gələ bilər. Nə qədər sürüşsün? Ta ki 5 mm. Bu hansısa maraqlı fakt ola bilər, kiminsə bir sitatı ola bilər, digərlərindən fərqlənsin, auditoriyanın diqqətini çəksin deyə biz bu tipli toxunuşlar eləyə bilirik. Əgər karakterdə olduğu kimi burada da spesifik bir hissəyə müdaxilə eləmək istəyiriksə, oranı select edib onunla işləmək lazımdır. Yox, bütün dəyişiklikləri bütün paraqrafa tətbiq eləmək istəyiriksə, o zaman sadəcə paraqraf bloku selection tool-la seçilsə, bəs eləyir ki, biz yəni toxunuş eləyək və bütün bunun təsirini mətn üzərində görək. Məsəl üçün elə alignment-dan söz düşdü. Biz
Hamısını sola align eləmişik, amma olsun da olsun, bir dənə mətn olsun bizdə tutaq ki, sağa align. Yəni bu şəkildə ola bilər. Və bütün paraqrafı biz tənzimləmək istəyiriksə, o zaman heç select eləməyə də ehtiyac yoxdur. Paraqraf blokunun sürüşməsi soldan olduğu kimi sağdan da ola bilər. Bu artıq aydındır. Gəlib çıxırıq daha belə maraqlı praktik yerlərə. O da first line left intent. Birinci sətrin soldan sürüşməsi. Klassik tərtibatda biz bilirik ki, kitabda bir paraqraf bitdi, bir fikir bitdi, təzə bir fikir başladıqsa biz ona bir vizual işarə verməliyik. Yəni auditoriya bilsin ki, hə, bu paraqraf bitib, o başlayıb. Bunun da ən klassik variantı nədir? Birinci paraqraflarda abzası formalaşdırmaq. Bu necədir? Paraqraf blokunu seçdik. Gəlirik bura və bizə lazım olan ölçünü veririk. Tutaq ki, 3 mm. Burada bizdə paraqraf pəncərəsində ölçülər, görüntülər millimetrləndir, amma biz isə bilirik ki, tipoqrafiyada daha çox point ölçü vahidi ilə işləyirik. Və bir də bu bir məsələ. Yəni bunlar arasında bu get-gəllər necə olacaq, necə hesablayaq? 2. Bura niyə 3 mm yazdım məsələn? Olmazmı ki, bura 5 mm olsun və ya əksinə artırmayaq da daha az olsun, 1 mm olsun. Ümumiyyətlə abzas boşluğunun funksiyası nədir, məqsədi nədir? Yəni nəzərlərimizi özünə cəlb etsin və biz aşkar görək ki, hə, bir paraqraf bitdi, o birisi paraqraf başladı. W-na basıb preview rejiminə keçirəm. Yəni məndə əslində güya ki, bir paraqraf boşluğu olmalıdır sol tərəfdə, abzas boşluğu olmalıdır. Əvəzində kirlilik yaratdım. Yəni sol tərəfdə bir düzənsizlik, sistemsizlik yaranıb burada. Yəni ondansa olmasaydı daha yaxşıdır. Yəni o belə sıfırda qalsaydı daha səliqəli görünərdi. Bizim isə məqsədimiz onu aşkar hiss elətdirməkdir. Ona görə mən də götürdüm onu bayaqları 3 mm deyəsən səhv eləməmsə yazmışdım. Əgər bir konkret etalon istəyirsinizsə, klassik tipoqrafika kitablarında deyirlər ki, burada veriləcək boşluq şrift ölçüsünün özü qədər, ən azı, maksimumda 3 dəfə ondan çox. Nə deməkdir? Məsəl üçün şrift ölçüsü bizdə 10 pointdir. Biz gələrik burada 10 point yazarıq. Amma burada millimetr daxı. 10 point yazsam, pt yazsam və enter basam, avtomatik özü bu xanada pointi millimetrə konvert edəcək. Çevirəcək və belə 3 mm verdiyim göstərici də buna yaxın idi. Bir də ən maksimum nə qədər olsun? Maksimumda tövsiyə olunur ki, şrift ölçüsündən 3 dəfə çox. Şrift ölçüsü 10'dur. O zaman burada 30 point yazıb da enter basa bilərəm. Bu daha belə aşkar hiss olunan, daha ürəkli, belə deyək ki, dizayn nümunəsidir. Təbii ki, nümunələrdə, fərqli real dizayn nümunələrində bu variantda görə bilərsiniz. Hətta nəinki bu variantı, bəzi ekspresiv, sadəcə şou göstərmək xətrinə hazırlanmış dizayn nümunələrində siz bunu belə radikal böyük şəkillərdə görə bilərsiniz. Amma bu artıq biraz daha çox şou göstərməkdir, nəinki ənənəvi ciddi tipoqrafik tərtibat. Ona görə ən yaxşı variant şrift ölçüsünün özü qədər verim, yəni bizə artırılmasından bəhs edir. 10 point verdiniz. Əsas odur ki, vizual olaraq hiss olunsun ki, hə, bir içəri doğru sürüşmə var və bir fikir bitib, o fikir başlayıb. Bu əla. Ekstra bir bilgi daha. Çox da bizim çox təəssüf ki, dizaynerlərimizin əksəriyyətinin bilmədiyi bir şeydir bu. Ümumiyyətlə klassik tipoqrafika bəyənmir ki, birinci paraqrafda biz boşluq verək. Ona görə əslində doğru olan variant budur. Yəni yeni bir paraqraf başlayırsa, onun sol tərəfi birinci paraqrafın birinci sətri sola doğru, sağa doğru, içəri doğru sürüşdürülmür. Yəni bir düzbucaqlı yaratmaq, bir ciddi sol tərəfi mırıq görünməyən bir text bloku yaratmaq lazımdırsa, hə. Burada indi biraz da paraqrafımız zəmin bir cümlədən ibarətdir. Burada bəlkə də o təəssürat çox hiss olunmur, amma burada artıq o hiss olunacaq. Gəlin buradan yığışdıraq biz abzas boşluğunu. Bəli, bax, tipoqrafika daha çox klassik tipoqrafika məktəbi bax bunu sevir. Birinci paraqrafda boşluq olmasın. Mırıq diş istəmir. Tipoqrafik tərtibat. Buradan da başqa bir məqam da var. Bunun məqsədi nədir? Bir fikir bitdi, təzəsi başladı. Doğru. Burada fikir bitmir, baxın, fikir hələ təzə başlayıb. Yəni bu həm bir estetik məsələdir, eyni zamanda həm də funksional. Davam eləyək. Növbəti məsələ, növbəti mövzu. Gəlin hər bir halda sıfırlayaq bunu. Növbəti bölmək isə, yəni birinci sətrin birinci sözü deyil də, paraqrafın birinci sətri deyil də, paraqrafın sonuncu sətrini içəri doğru sürüşdürməkdən ibarətdir. Praktikada istifadə eləmədiyimiz bir şeydir, ona görə üzərində də dayanmayacağım. Klassik tərtibatda paraqrafların dəyişilməsini, növbələnməsini biz abzas boşluqları ilə göstərirdiksə, bir müasir dizayn reklam materialında biz bu klassik toxunuşdan çox az istifadə edirik. Daha çox bir paraqrafla o birisi paraqrafın arasında bir boşluq, kör xətt, ölü sətr formalaşdırmaq lazımdır ki, o boşluqların hesabına
bu vizual iyerarxiya yaransın. Bunun da elə bax bölməsi budur. Şrift ölçümüz nə qədərdir bizdə? 10 point. Elə burada da yenə eyni məntiqlə 10 point yazaq və bir paraqrafla digər paraqrafın arasında qəşəng aşkar hiss olunan bir boşluq yaranmış oldu. Bizim overset tekstimiz varsa burada 2 dəfə tıklamaq kifayətdir ki, axırıncı belə deyək ki, sətrə qədər paraqrafın çərçivəsi genişlənmiş olsun. Burada da eyni qaydada abzas boşluğu ilə bağlı verdiyimiz qayda bu paraqraflar arası boşluqlara da aiddir. Yəni bunu bəzən dizayner götürür, çox az verir. Bunu elə eləmək lazımdır ki, bu hiss olunsun. Burada elə hiss olunur ki, sanki var, sanki nəsə bir xətadır görünür. Ona görə yox. Yəni hiss elətdirmək lazımdır, amma təbii ki, belə də eləmək olmaz. Burada da artıq paraqraflar hamısı küsür bir-birinə, hərəsi öz dünyasını yaşayır. Yox, belə eləmək olmaz. Burada bir etalon istəyirsinizsə elə şrift ölçüsü nə qədərdirsə, həmin şrift ölçüsünü 10 point təyin eləyin bura, olsun bitsin. Verdiyiniz ölçüdə təbii ki, əgər sətir arası məsafə çox görünürsə, ya da az görünürsə, təbii ki, onu həmişə tənzimləyə bilərsiniz. Amma yetər ki, bir əlimizin altında istinad nöqtəsi olsun. Mən isə həmin istinad nöqtəsini vermişəm. Biz Photoshopda bu mövzuya toxunanda xatırlayırsınızsa demişdik ki, buradakı bu boşluqla, gəlin bunu sıfırlayaq. Buradakı bu boşluq, ikinci boşluq təxminən eyni işi görür. Amma üzərlərində saxlasaq görəcəyik ki, yazıb space before paragraph, space after paragraph. Yəni paraqrafdan əvvəlki boşluq, paraqrafdan sonraki boşluq. Biz əgər paraqrafdan əvvəlki boşluğu 3 mm vermişdiksə, birincidən əvvəl olsa boşluq yoxdur. Hər paraqrafdan əvvəl 3 mm-lik boşluq olduğuna görə belə bir görüntü yarandı. Digər nə idi bizdə? Space after paragraph. Hər paraqrafdan sonra boşluq. Bu da eyni nəticəyə gətirib çıxarır. Eyni şeydirsə, o zaman niyə Adobe bizə bu iki alternativi təklif edir? Bunun da başqa səbəbi var. Tutaq ki, bu bizim bir yarımbaşlıqdır. Tamam, bir vizual iyerarxiya yaradaq. Nə ilə yaradaq? Şriftimiz də təsdiqdə Minion Pro-dur, alternativ variantı yoxdur. Gəlin götürüm bütün paraqraf blokunu dəyişim. Daha doğrusu bunun şriftini dəyişim. Verək elə bax bu şrifti. Çünki alternativ variantları var. Və bir yerdə burada bir yerdə enter basaq, artıq simvolları siləyək buradan. Bu olsun bizim mətnimizin başlığı. Bold eləyək. Şrift ölçüsünü artıraq. Nə qədər olsun? 18 point olsun. Burada da bir yerdə, hardasa buralarda bir yerdə bir dənə enter vuraq. B hərflə başlayaq. Bu da olsun bizim yarım başlıq. Gözəl. Şrift ölçüsü ilə qala bilər olduğu kimi, amma reguların əvəzinə dəyişək. Elə bold eləyək. Və bu da başqa bir yarım başlıqdır. Bu da olsun bizdə yenə də bold. İndi artıq biz başa sala bilərik ki, bunların ikisinin arasındakı fərq nədir? Vizual iyerarxiya bizə onu tələb edir ki, daha doğrusu biraz da composition qaydaları onu tələb edir ki, kim kimə aiddirsə, o da ona yaxın olsun. O da onunla birgə görünsün. Proximity adlandırdığımız bir Gestalt prinsipidir bu. Bu nə deməkdir? Yəni bu başlıq, yarım başlıq hansına aiddir? Buna aiddir yoxsa buna? Təbii ki, buna. Amma aradakı məsafələrə baxırıq, bu sanki həm buna aiddir, həm də buna aiddir. Tamam deyə bilərsiniz ki, aşağıdadırsa aşağıdakına aiddir. Fərqi yoxdur. Yəni bu paraqraf bu yarım başlığa aiddirsə, o ona yaxın görünməlidir. Yəni bir paraqrafdan söhbət getmir. Bir neçə paraqraf da ola bilər. Hətta gəlin biz belə eləyək. Bu ikisi buna aiddirsə, buna yaxın olmalıdır. Bu yox, buna aid deyilsə, bu yarım başlıq buradan biraz uzaqlaşmalıdır. Eyni zamanda bu sonuncu da, gəlin burada iki dəfə tıklayaq, düşsün bura. Bu iki paraqraf buna aiddir. Bəli, yuxarıdakılar bəs yox, yuxarıdakılar qonşudur. O zaman burada biraz məsafə çox olmalıdır. Hə, bu halda biz artıq space before paraqrafla da bunu tənzimləyə bilərim. Daha doğrusu space before. Mən indi götürürəm yarım başlığımı. Deyirəm ki, hə, buradan sonra 3 mm boşluq olsun. Amma əlavə mən bunu buradan biraz uzaqlaşdırmaq istəyirəm axı. O zaman özündən əvvəl də nə bilim biraz hiss olunsun deyə 2 mm verək. Enter basıram. Eyni şey gəlin burada eləyək. 2 mm. Hə, indi artıq o istədiyimiz o proximity qaydası işə düşməyə başladı. Bu artıq qonşudan uzaqlaşdı, öz ailəsini topladı başına. Bu da həmçinin qonşudan uzaqlaşdı. Özünə aid olan bu savaşçıları yığdı başına. Gəlin buranı da 2 dəfə tıklayaq. Heç bir overset tekstimiz qalmasın. Space before və space after ilə bağlı əslində bilməli olduğumuz bu. Digər praktikada istifadə eləyəcəyimiz şeylərdən danışaq. Burada hyphenate-dən danışmışıq keçən dəfə, sətirdən sətirə keçirmək. Yəni əgər o funksiya yoxdursa, aktiv deyilsə, sətirdən sətirə keçirmək yoxdur heç bir halda.
Amma bu da bəzən sağ tərəfdə aşırı dalğalanmaya gətirib çıxarda bilər. Hyphenate isə biraz imkan verir ki, zaman-zaman sətirdən sətrə keçirmə funksiyasını işə salmaqla mətn bloklarını biraz daha balanslı şəkildə göstərək. Burada əslində istifadə baseline biraz dərin mövzudur, ona görə buna hələ ki girməyəcəm. Sadə mövzulardan buna toxuna bilərik. O da ki, endirilmiş baş hərflər. Klassik tərtibatda bunu görmüsünüz. Bəzən gəlin başlıqları hələlik ki, yığışdırmasa da olar, qala bilər buradan. Bəzən kitablarda, xüsusən də nağıl kitablarında həmişə görmüsünüz. Yeni bir mövzu başlayır, başlığı başlayır və həmin bölmə başlayanda birinci mətn aşağı görünsün, yəni böyük paraqrafda eləyək. Hətta bəlkə burada eləyək. Birinci simvol, birinci sözün birinci hərfi böyük ölçüdə olur. 2, 3, bəzən hətta 5 sətir boyunda böyük bir hərf yaranır. Onu götürüb ayrıca bir hərf ora qoymurlar ki, bu şəkildə eləyirlər. Neçə sətri əhatə eləsin? 1 sətri, 2 sətri, 3 sətri, tamam. Və avtomatik 3 sətr boyunca bizim sözümüzün birinci hərfi endirilmiş baş hərf deyirlər buna. Drop cap. Bunun bəzən sətirdən yuxarı çıxarılmış variantları da olur, amma ən geniş yayılmış variant budur. Bu şəkildə eləyə bilərik. Sayı təbii ki artırsaq bu daha çox olacaq. Burada bir dənə məqamı da diqqətinizə çatdırım. Gəlib N hərfini seçməyə ehtiyac yoxdur. Ümumiyyətlə bu pəncərədəki funksiyalar daha çox yox, yəni paraqrafa aiddir. Ona görə də hansı paraqrafla işləyəcəksinizsə, orada bir yerdə elə sadəcə tıklamaq kifayətdir ki, buradakı istənilən dəyişikliyi həyata keçirə biləsiniz. Məsəl üçün bunu yığışdıraq. Ümumiyyətlə heç bir başlıq olmasın, endirilmiş baş hərf olmasın. Yəni mən buranı seçməmişdim ki, istənilən bir yerdə sadəcə tıklamışdım. Hətta bütün paraqrafı seçməyə belə ehtiyac yoxdur. Paraqrafı sağa əlan eləmək istəyirsiniz, tıkladınız istənilən bir yerdə sağa bastınız. Nə bilim, paraqrafdan əvvəlki boşluğu artırmaq istəyirsiniz, girin buradakı boşluğu artırın. Yəni InDesign bu paraqraf daxilində olan kursoru görür və başa düşür ki, siz bu paraqrafa, spesifik olaraq bu paraqrafa bu dəyişiklikləri eləmək istəyirsiniz. Amma bir neçə paraqraf lazımdırsa eyni anda, o zaman təbii ki, bu anda seçmək lazım gələcək. Paraqrafla bağlı çox dərinliklərə getmədən hələlik ki, bilməli olduğumuz bu. Bəlkə işinizə yaraya bilər, yenə də bunu da qeyd edeyim. Bu endirilmiş baş hərflər, drop caplər, bir dənə yox, bunun sayı bəzən 2 dənə, 3 dənə də ola bilər. Yəni nadir hallarda da olsa bəlkə də görmüsünüz. Yəni ancaq birinci hərfi yox, ikinci, üçüncü hərfləri də belə böyük şəkildə eləyib, yəni ora diqqəti yönləndirmək olar. Xeyli geniş mövzu oldu, amma ümid edirəm ki, faydalıdır. Yəni bu InDesign'da gördüyünüz, bu günlərdə sizə izah elədiyim bu başlıqları əslində rahatlıqla istənilən, nəinki Adobe proqramında, yəni nəinki Photoshopda, nəinki Illustratorda, hətta Word-də belə tətbiq edə bilərsiniz. Çünki burada biz həm InDesign'ın paraqrafla bağlı texniki məsələlərinə toxunduq, eyni zamanda biraz da nəzəri müzakirələr də oldu. Praktika, təkrar, növbəti dərsdə görüşərik.